Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli mənəvi kimliyi təcəssüm elətdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır. Tətil dövründə şəhidlər xiyabanda 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi şəhidlər xiyabanları haqqında xüsusi qanunun qəbulunu zəruri eləyir. Qanun şəhidlərin xatirəsini qorumaqla ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini də əhatə edə bilər. Ali Baş Komandan şəhidlərimizə Şuşa kimi müqəddəs yanaşır. Lakin təəssüflər olsun ki, şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, əslində o şəhidlərin qanında bir sıra hallarda o daxili qüvvələrin əli var. Onu miting meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr mövcuddur. Halbuki, şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir. Qanun bu məkanın toxunmazlığını təmin eləmək, milli həmrəyliyi gücləndirmək, qeyd etdiyimiz etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirməyə xidmət eləyə bilər.